Aparıcı Lalə Azərtaş efirdə göz yaşlarını saxlaya bilməyib. İki Sahil xəbər verir ki, Aparıcı Təhsil İdarəsi proqramına qatılan bir şəxsin vəfat xəbərini eşidib. Daimi izləyicilərimiz Katib babanı tanıyır, ona yardım edirdim. Qocalar evinə yerləşdirmək istəyirdi. Hər ay günümdə mənə gül alıb gətirirdi. Biri mənə yazdı ki, Katib baba vəfat edib və dəfn olunub, deyən Lalə Azərtaş ağlayıb. Bu yaşda mən gedib qocalar evində olacağım. Bir də xəyalıma gətirirəm ki, demək mən bir otaqda təkcə, heç kim yanımda olmamaq şərti ilə mən orada can verəcəm, həmən otaqda. Nə oğul olacaq yanımda, nə qız olacaq, nə olacaq, heç bir olacaq. Həqiqətən çox ağır bir sözlərdir onlar. Qorxduğu başına gəldi adamın. Adam qorxurdu ki, bir gün o dünyasını dəyişəndə onun yanında nə oğlu, nə qızı olmayacaq.